Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan elədi. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü. Orduda vəziyyət ağır idi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas eləyə biləcək. Xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Xalqın tələbi və istəyi ilə Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bundan da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında beynəlxalq əlaqələrdə dönüş yaratdı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Bugün Prezident İlham Əliyev, ümumilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək müstəqil və güclü Azərbaycanı inamla, uğurla gələcəyə aparır.